Hitler Coca-Cola içirdi, amma Fantanı yaratdı. İkinci Dünya müharibəsi zamanı Coca-Cola şirkəti Almaniyada çox populyar idi və hətta nasist Almaniyasının əsas rəsmi tədbirlərində belə istifadə olunurdu. Hitler özü də Coca-Cola içirdi, çünki bu içki 1930-cu illərdə artıq Almaniyada geniş yayılmışdı. Ancaq müharibə başlayanda ABŞ və Almaniya arasında ticarət əlaqələri kəsildi. Coca-Cola'nın Almaniyadakı filialının rəhbəri Max Kate isə şirkəti çökdürməmək üçün yeni bir həll tapmalı idi. Çünki Coca-Cola'nın əsas ingrediyentləri, karamel və kofein kimi maddələr artıq ölkəyə gətirilmirdi. Kate əlində olan məhdud məhsullardan istifadə edərək yeni bir içki icad etdi. Bu içkidə alma preslərinin qalıqları, pendir istehsalından qalan su və bəzi yerli meyvə şirələri istifadə olunurdu. Ancaq yeni içkinin adını tapmaq lazım idi. O komandasına belə dedi: "Fantastik bir şey düşünün." Bundan sonra işçilərdən biri qışqırdı: Fanta. Beləcə 1941-ci ildə Fanta icad edildi və nasist Almaniyasında Coca-Cola'nın alternativi kimi bazara çıxdı. Müharibədən sonra Coca-Cola Almaniyadakı nəzarətini bərpa etdi və Fanta'nı rəsmi olaraq öz məhsulu kimi saxladı. Bugün içdiyimiz Fanta o dövrdə yaradılan Fanta'dan tamamilə fərqlidir. Lakin onun tarixi nasist Almaniyası ilə bağlıdır və beləliklə